İbadətlər nə qədər çətin də olsa, onun şirinliyi insanın damağından getmir. O ləzzət insandan heç vaxt getmir. Hər bir çətinlikdən sonra bir rahatçılıq var. İbadətin nə qədər çətinliyi də olsa, onun şirinliyi həqiqətən danılmazdır. Bir də günahların qarşısında səbr etmək. Hər şəxs əgər günahların qarşısında səbr edərsə, qarşısına bir günah çıxarsa, Allah rızası ilə o günahı özündən uzaqlaşdırar, o günahdan imtina edər, düzdür, çətindir, çox çətindir. Allah göstərməsin, bir adam bataqlığa düşür, o bataqlıqdan çıxmaq üçün nə qədər çabalar göstərir. Amma çıxır, mücadilə edir. Əgər zəif olsa və yaxud düşünsə ki, mən bu bataqlığa düşmüşəm, bu bataqlıqdan kimsə gəlib məni çıxardacaq, gec olacaq. O zaman insan öləcək, qərq olacaq, məhv olacaq. O bataqlıqda insan ya palçığın içində boğulacaq, ya suyun içində boğulacaq, ya da suyun üzərində olan hər hansı bir heyvan, yırtıcı onu məhv eləyəcək. Yəni, insan birinci mücadilə eləməlidir. İndi mən günaha düşmüşəm, birinə deyirəm ki, qardaş, gəl məni bu günahdan xilas et, belə bir şey yoxdur. İnsan özü o günahlardan çıxmalıdır. İnsan özü çətinlikdən çıxmaq üçün mücadilələr və yollar axtarmalıdır. İnsan öz qarşısına məqsəd qoymalıdır ki, mən bu yolu gedəcəyəm. İnsan qarşısına məqsəd qoymalıdır ki, mən bu günahlardan xilas olacam. İradəsi olandan sonra sən özün öz üzərində çalışacaqsan, bataqlıqdan, çətinlikdən, özünü hər hansı bir təhlükədən qorunmaq üçün, özünü xilas eləmək üçün məqamlar və yollar axtaracaqsan. Günah da belədir. Sən günaha yox deyəcəksən, dostun da sənə kömək edəcək. Bu belədir. Və bir də bəla və müsibətlərə çox çətindir. Bunların ikisindən də bu çətindir. İbadətin çətinliyindən də, günahlardan da ən ağır bir bəla və müsibətlərdir. Allah göstərməsin. Hər adam buna dözə bilməz və dözə bilmir. Hədislərdə qeyd olunur ki, Allah Teala buyurur, kim mənim verdiyim nimətlərə şükranlıq etməzsə, mənim verdiyim bəlalara səbr etməzsə, nimətlərimə şükür etməzsə, çıxsın mənim göyümün altından və yerimin üstündən, getsin özü üçün başqa bir yaradan tələb etsin. Bu da mümkün deyil. Biz nəticə etibarıyla bəla və müsibətlərə dözəcəyik.